ayaq altında, barmaq arasında olan göbələk xəstəliyi daha yuxarılara, məsələn, qasıq nahiyəsinə keçə bilərmi və keçərsə nə problemlər yaradar? Bu haqqda sizə məlumat vermək istəyirəm. Yay mövsümündə hər kəs heç də rahat ayaqqabı geyə bilir. İş şəraitinə bağlı ya hərbiçidir, ya polisdir, ya ümumiyyətlə məcburdur dar ayaqqabıda, hansısa bir xüsusi forma ayaqqabıda. O qədər tərdir ki, ayaq göbələk baş qaldır. Bu həmişə olub bu problem. Amma indiki dövrdə immun sisteminin aşağı olması, göbələyin yeni növlərinin çıxması, bax bu xəstəlik məsələn barmaq arasında göbələk, ayağın altında çox pis qoxulu, qaşıntılı, qabıq verən, narahat edən bir xəstəliklər yaranır. Və buna türkə çarə ilə istəyirlər kömək eləsinlər. Bəzən eləyə bilirlər, amma son dövrlər təəssüf ki, türkə çarə də işə yaramır. Çünki burada bunu həkim olaraq deyirəm, göbələyin yeni formaları üzrə çıxıbdır. Artıq əlimizdə olan köhnə vasitələr burada effekt vermir. Daha professional yanaşmaq lazımdır və bir də ən təhlükəlisi həmin ayaq göbələyi çox sürətlə paltar vasitəsilə qasığa keçir. Çünki qasıqda da genital bölgədə nəm mühitdir. Orada da birbaşa göbələk xəstəliyi yarana bilir və onun da müalicəsi çox uzun çəkir bugünkü dövrdə. Buna görə diqqətli olun. Əgər ayağınızda barmaq arasında bir bişməcə, yaydan qalan bir pis qoxu, bir qaşıntı varsa, mütləq dəri həkimlərinə müraciət edin. Onlar artıq sizə köməyini göstərəcək ki, siz gələcəkdə daha böyük problemlə rastlaşmayasınız.